Bugün Həsən Əliyev prospektində bir ağır qəza oldu. İki avtomobilin üzbəüz toqquşması idi, səhv etmirəmsə. Çünki biz bir anda hiss elədik ki, böyük bir qəza oldu, yol dayandı. Amma məsələ nədir? Yol gedirsən və bir deyirsən sürpriz, yolu rəngləyirlər. Günorta saat 2 idi və bir də baxdıq ki, tıxac. Tıxacda nə aydın olur? Baxırıq ki, rəngləmə gedir. Hə, plasmaslar qoyublar. Elə bil ki, nə bilim, hansısa avtorallidir, biz orada məşq eləməliyik. Nə yol tənzimləyən var, nə yolu bir izah eləyən var ki, qarşıda rəngləmə prosesi gedir. Nəyə görə bunu biz günün günorta çağı o intensiv hərəkət olur, mütləq ona bir problem yaranmalıdır. Ya tıxacı olacaq işdən çıxanda, ya da günorta tıxacı yaradacaqlar. Qardaş, nə istəyirsən? Hərənin əlinə bir dənə kist veriblər, bir də rəng veriblər, fırça ilə rəng. Düşüblər bu küçələrin canına. O rəngləyir, bu silir. Bu rəngləyir, o biri silir. Kimin ürəyi neçədə istəyir, gah divarı yuyurlar günün günorta çağında. Bunu adətən elə saatda eləyirlər ki, yəni insanlar əziyyət çəkməsin. Nə olar ki, günün günorta çağı bir qədər boşluq olur, onda siz gərək problem yaradasınız və o tunelin girişində, Həsən Əliyev prospektində, o tunelin girişində və çıxışında hər iki tərəfdən girəndə və dəxli yoxdur da, orada tənzimləyən yox idi, nəzarət eləyən yox idi, bir adama izah eləyən yoxdur ki, aşağıda vəziyyət o deyil. Bilinmir ki, qarşısına maneə çıxacaq. Başa düşürəm, asta sürmək lazımdır falan, bunlar normaldır. Amma elə yolu rəngləyirlər, kimsə gedib Allah bilir hara, tullayıblar yolun ortasına çıxıb gedib. Belə olmaz. Yəni, nə qədər belə olacaq? Niyə belə eləyirsiniz axı? Yəni, sizin bu səlahiyyətiniz var deyə, nə qədər belə eləyəcəksiniz? Bunun bir dənə məsələsi var. Niyə belədir? Bu, kim nətər istəyir, biri rəngləyir, sabah şikayət edirlər, götür rəngi silir, başqa şey yazır ki, yox, biz bilmədik, belə oldu. Bu elə belə deyil, bu sizin cibinizdən deyil, bu dövlət büdcəsindəndir. Yəni buna nəzarət eləmirlər. Yəni bunu axı cəzalandırmaq lazımdır. Bunlar niyə cəzalanmır? Yəni bu gün kim istəsə yolu istədiyi kimi xəttləyəcək. İnsan bu gün sürdüyü yolda axşam gələndə baxır ki, vəziyyət dəyişdi. Elə bil tamam başqa bir məkana düşür və bunu nə izah eləyən olur, nə yolu başa salan olur. Ya da ki, qardaş otururlar, bu deyir ki, niyə bu gün bu yolu rəngləmək lazımdır xəttliyə. Hamı gəldi, kisti götürdü, rənglədilər, tulladılar, çıxdılar, getdilər. Kim qəza eləyəcək, kim öləcək, kim yaralanacaq, heç kim vecinə deyil. Özə qəza ağır qəza idi, yaralılar var idi. Məncə bunun bir nəticəsi olmalıdır, kimsə cəzalanmalıdır və ondan başqa da bu insanların, bax o yaralıların, o zərər çəkənlərin, o xərc xəsarətə düşənlərin, canın ağrısını çəkənlərin bir mənəvi məsuliyyəti var. Bax, bu işdə kimlər ki məsuldur, onların məsuliyyəti, mənəvi məsuliyyəti, bax onların haqqı o adamların boynundadır ki, hansı ki bu məsələyə nəzarət eləmədilər, o yol rənglənəndə baxmadılar, necə ki bir çox ərazilərdə də eyni proses davam edir.